Könül xanım, bu günləri qəhrəman şəhidimiz, milli qəhrəman, polkovnik, Zəfər ordenli, ölməz şəhidimiz, belə desək daha doğrusu olur. Şükür Həmidovun 50 yaşı tamam olur. Yaşasaydı bu günlər 50 yaşı olurdu. O elə həmişə bizim qəlbimizdə yaşayacaq. Hamımızın qardaşıdır, hamımızın atasıdır. Mən onun biraz barəsində araşdırmalar aparmışam. Kaş ki onu əvvəldən tanıyardım da. Yəni Şükür Həmidovu necə bir humanist, insan kimi, onun qəhrəmanlığını qoysaq bir kənara, onun döyüşçü olduğunu kənara qoysaq, insan kimi necə bir insan olduğunu araşdırsaq, elə insanlar tək-tək gəlir dünyaya. Yəni tərki dünya bir insanıdır ki, döyüşçüləri ilə, öz əskərləri ilə komandir kimi yox, ata kimi, qardaş kimi və onun videolarına, bəzi şəkillərindən baxıb təəssürata gəlmək olur ki, necə bir ata olub, necə bir valideyn olub, öz ailəsinə bağlılığı. Amma bunu sizdən də eşitmək istəyərdim ki, bugünkü günü onun barəsində nə təəssüratlar, hansı xarakterləri ilə yadında qalıb? Danışa bilərsiniz onun barəsində. Şükürün mən hərbidə olan simasını bugün döyüşçü yoldaşlarından, onunla işləyən zabitlərindən, tabiçiliyində olan, onunla xidmət edən şəxslərdən eşidirəm. Yəni o hərbidə olan simasını hərbidə qoyub gələrdi. Ev üçün, ailə üçün onun siması tam başqa idi. Yəni iki fərqli sima. İki fərqli simada. Hərbi üçün bir siması, ev, ailə, mülki həyat üçün başqa bir siması vardır. Şükür ən çox şirin, bugün hər kəs onu söylüyor, şirin zarafatları vardı onun. Yəni ən çox yadda qalan xasiyyəti o idi. Qayğı keşliyi, sadəliyi, mehribanlığı, yəni Şükürün tamamilə hərbidə, yəni deməzdim bu insan hərbidə belədir. Bəzən deyirdilər ki, mən neçə nəfərdən eşitmişəm, görəsən onun ailəsi, ailədə necədir, belə sərtdirmi? Amma tamamilə fərqlidir. Tamamilə fərqlidir. Yenə mən bugün o ancaq bizim xatirimizdə elə mehribansılığı və zarafatları ilə qalır. Mən çox çətindir onun haqqında ümumiyyətlə danışmaq. Yəni onun xarakterini mən heç bir cümləyə, heç bir ifadəyə sığdırıb deyə bilmirəm. Eşitmişəm ki, hər bayramlarda evdə öz şəxsi vəsaitindən bayram sovqatları hazırlayıb əsgərlərini aparırmış. Hətta bunu çox həvəslə edirmiş. Mən biləni sizin də çox əməyiniz olub bu bayram sovqatlarını hazırlayıb. Bu barədə istəyərdim danışım. Hər bayramda bizim uşaqlar orta məktəbdə oxuyurdu. Hər bayramda gəlirdi. Onlarda da bir həvəs, ruh yaratmışdı. Vətənə qarşı sevgi yaratmaq istəyirdi. Hər dəfə uşaqların özlərinin adından, yəni demirdi kimdir. Sadəcə olaraq uşaqların ad familiyası yazılırdı korobkaların üzərində, məktəbləri yazılardı. Öz şəxsi büdcəsindən, öz maaşı ilə bütün postlar üçün, bütün əsgərlər üçün hər şey, bir əsgərə nə lazım etsə onun hamısını hazırlayıb aparırdı. Hətta evdə yeməklər biz bişirib bayramlarda əsgərlər üçün postlara göndərirdik. Bundan əlavə hər maaşında onun bu bir əhdi idi, əhd eləmişdi ki, hər maaş alanda bir heyvan, hər posta bir heyvan kəsməli idi. Övladları ilə hansı yaddaşda qalan, ən çox yadda qalan belə hansısa bir şirin zarafatları, hansısa bir oyunları vardı ki, öz oğlu ilə ya qızı ilə ki, o sizin yadınızda daha çox qalmışdı? Belə deyim, daha çox bugün hətta oğlum da deyir, mən nəyi qazandımsa ensiklopediyada atam sayəsində qazandım. Necə ensiklopediya alırdı həmişə. Hər axşam gələndə deyirdi, bir mövzunu səndən soruşacağım. Daha çox bilirsiniz necə, yəni oyunlar deməzdim, insana faydası olan vərdişlər istəyirdi öyrətsin. Məsələn, idman sahəsində hər gün gələndə oğlumla idmanla məşğul olurdu.
Qızımla riyaziyyatı daha çox məsələ misal verərdi. Bunların həlli üzərində çalışardılar. Oğlumla yenə dediyim kimi bu gün də yenə deyir ki, mənim həmin ensiklopediyaları əlinə alanda deyir, mən bunları atamın sayəsində öyrəndim. Yəni insana faydası olan vərdişlərə üstünlük verirdi. Allah rəhmət eləsin. Başa düşdüm ki, Şükür Həmidov elə bir sima olubdur ki, bu gün o yoxluğu ilə də sizin yanınızdadır. Hətta yoxluğu ilə də sizə dəstəkdir. Ondan qalan o xüsusiyyətlər, xarakterlər, ondan qalan nümunələr bu gün sizin təsəllinizdir. Həm də mən arzu edərdim ki, bütün elə Azərbaycan cəmiyyəti belə şəhidlərin nümunələrini gələcək nəsillə ötürə bilsin. Onun xarakterlərini, kişilik nümunələrini və onun insanlıq davranışlarını gələcək nəsillərə aşılayıb, dərsliklərə salıb, onu tanımayanlara da tanıtdırmaq lazımdır. Ruh qarşısında baş əyirik, Allah rəhmət eləsin. Çox sağ olun. O hamımızdan getdi. Amma təsəlli yeri var ki, onun qanı yerdə qalmadı. Onun sayəsində bu günləri biz torpaqlarımızı işğaldan azad olan yurdumuzu ziyarət edə bilirik. Bu da bizim bir təsəlli yerimizdir. Mən də buradan milli qəhrəmanımızın qarşısında onu hiss edərək deyirəm ki, sənin qarşında baş əyirəm qardaş. Mən sənə minnətdaram və sənin simanda burada uyuyan bütün şəhid qardaşlarımıza minnətdaram. Zaur Qubadlı bu günləri yurdu ziyarət edə bilirsə, sizin sayənizdədir. Təşəkkür edirəm Şönül xanım, çox sağ olun. Sağ olun.